Son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunan Neftçi Futbol Akademiyasının 11 yaşlı yetirməsi Sunay Mirzəyev Baku TV-nin də diqqətindən kənarda qalmadı. Müəyyən olundu ki, Sunaya Avropanın bir çox tanınmış klublarından yüksək maraq mövcuddur. Bunların arasında İtaliyanın Roma klubunun akademiyası da var. Xəbərləri daha ətraflı dəqiqləşdirmək üçün çəkiliş qrupumuz futbolçunun valideyni və məşqçisi ilə əlaqə yaratdı və yeniyetmə futbolçunun özündən müsahibə aldı. Uşaqlıqda mənim topu ayağım dəyirdi də, topu götürdüm, əlimlə oynayırdım. Atam gördü ki, yaxşı oynayıram. Ondan sonra özü məşq elətdirdi və ondan sonra Neftçiyə, Xana, belə klublara mənə yazdırdı və ondan sonra başladım oynamağa. 2 yaşdan getsəm daha inkişafım olar. Belə qalsam da inkişafım olacaq, amma orada daha inkişaf olaram əgər. Sunayın futbola gəlişi ilk olaraq 5 yaşı var idi. Dedim, apardım, dedim gələcəyə sağlam olsun deyini, idmanla məşğul olsun, apardım futbola. Gördüm, heç nə edə bilmir, amma qabında nəsə var. Dedim ki, bundan ciddi məşğul olmaq lazımdır. Ciddi məşğul oldum 3 ay. Ondan sonra apardım Neftçi Futbol Akademiyasına. Elə seleksiyalarını apardım. Elə birinci topu, bir dəqiqənin içində top aparmağı ilə qəbul elədilər ora, Neftçi Futbol Akademiyası. 6 yaşından da Neftçi Futbol Akademiyasındadır. Bu günlərdə 10 yaşı var, harasa 5-ci ilə yaxındır. Bir neçə ay bundan qabaq, Sunan 9 yaşı olanda Roma Futbol Akademiyasından mənə və Sunaya təklif gəlmişdi və 15 günlük Romaya sınağa çağırmışdılar. Və sponsoru onlar idi, xərcləri boynuna götürmüşdülər. Qidalanmadır, təyyarə biletidir, qalmağın götürmüşlər boyunlarına və mənə demişdilər ki, biz uşaqla müqavilə bağlayacaq, uşaqdan xoşumuz gəlir, amma canlı burada görmək istəyirik, canlı burada görüb ondan müqavilə bağlayacaq. Elə oldu ki, biletimi də aldılar, dəvətnaməni də yolladılar, amma mən viza ala bilmədim, qaldı, bu səbəblərdən qaldı. Yenə də üzülmürəm. Çünki bir çox ölkədən təklif var. İtaliyadır, İspaniyada, Almaniyadan var. Dəyərləndirirəm. İnşallah onların biri ilə müqavilə bağlayacağam. Bir də onu da bildirim ki, top klublardandır. Amma hələ ki, real iş yoxdur deyini, hələ dəvət yollamayıblar. Əsas bu yaşlarda uşaqların fərdi keyfiyyətlə üstünlüyü veririk. Ümumiyyətlə Neftçi Akademiyasında ildə 2 dəfə seleksiya xarakterli məşqlər olur, yanvar və may aylarında. Həmin akademiyaya gələn uşaqlar biz baxırıq, izləyirik. Sunay Akademiyanın 4-5 uşağından sırf 11 liqasından söhbət gedir, uşağından biridir. Ümumiyyətlə Sunayın fərdi keyfiyyətləri çox yaxşıdır, topla rəftar olsun, ümumi qərar vermə qabiliyyəti.